Vaxtınız xeyir olsun. Deməli, növbəti mənzilimizin elektrik işini tamamladıq. Xətlərimiz yerindən gedir, səliqəli şəkildə istipol olmayacaq burada, ona görə. Modemimiz burada olacaq, bu pulsateli koridorun rozetka və modemimiz olacaq burada. Xəttimiz səliqəli şəkildə gedir. Ayrı-ayrı hamısı. Bu bizim qonaq otağımızdır. Xətlərimiz. Yəni burada divandan sonra bir rozetkamız olacaq. Kondisioner həmişə divanın əksinə olmalıdır. Burada bir rozetkamız və TV'miz olacaq. Burada yəni birbaşa crossing sistemi olduğuna görə xəttimiz birbaşa gəlir, buradan çıxır, çölə gedir. Allah eviyasına xeyir versin, olmayanlara qismət eləsin. Sadə və gözəl dizayndadır mənzilimiz. Burada bir yataq otağımız. Yəni deçkidir bu. Burada elə bir kompüter stolu olacaq. Ona görə bir rozetka vermişik. Kravat orada olacaq. Və kombimizin xətti də birbaşa delini gəlir işdən. Kombimiz yəni yerləşdirmişik ki, orada olacaq. Stabilizatorda sol tərəfində olacaq. Detektorun xəttini gətirmişik, qazın detektorunu. Bu detektorun xətti önəmlidir. Sabah yəni detektor xətti atılmayanda sayğaca sənəd vermirlər. Balkonumuzun bu pulsateli və rozetkası burada olacaq. Bizim deməli mətbəximiz burada yerləşir. Xırda xudmani bir mətbəxdir. Burada qazımız olacaq, aspiratorun xətti və detektorun xətti gördüyümüz kimi gedir. Yəni burada çox çəkən, heç çəkənə birbaşa adrenli xətt vermişik. Torpaqlamamız yerində, xaladenlikimiz burada olacaq, xətti yerində və rozetka və işıqlanmamız. İşıqlanmanı da vermişik. Bu bizim sanuze santar qovşağı. Deməli, paltaryanımız burada olacaq bizim. Torpaqlaması yerindədir. Gördüyümüz kimi. Burada əlüzyanın sağında bu pulsatel rozetka və güzgünün işıqlanması. Bu da hava çəkənin xəttidir. Yəni hamamın öz xətti ayrıca gəlir, paltaryan da birbaşa gəlir işdən. Bu da yataq otağımız. Deməli, rozetkamız, üstündə bu pulsatel, işıqlanmamız qalxıb tavandadır, vurulub səliqəli şəkildə. Bu da taxtın tumbuçkalarını, rozetkaları, kondisionerimiz həmişə taxtdan əks tərəf olur. Bu da bizim bir rozetkamız burada və balkonumuz. Balkonumuzun da bu pulsatel rozetkası burada olacaq, işıqlanmasını da vermişik. Burada xırdalan afdır, amma Targovaya oxşuyur. Çox gözəl şəhərdir burada. Allah olmayanlara qismət eləsin.